2 gün işə getməyən xadiməni Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxardılar. İndi o heç yerdə işə götürülmür. Ömrünün 23 ilini 262 sayılı məktəbdə texniki işçi kimi çalışan 50 yaşlı Xədicə Əliyeva iddia edir ki, iş vaxtı səhhəti qəflətən pisləşdiyindən təhsil ocağının təsərrüfat işləri üzrə məsul şəxsindən icazə alaraq evə gedib. Mən ayın 6-sı, aprel ayının 6-sı qəflətən xəstələndim. İşə gedə bilmədim üzürlü səbəbdən, xəstə idim də. 7-si yaxınlaşdım məktəbə. Yaxınlaşdım ki, icazə alım müdiriyyətdən. Müdiriyyət dedi ki, məşğuldur da, qəbul eləyə bilmədi məni. Mecbur oldum. 262 nömrəli. Təsərrüfat müdirimiz şəxsiyyət vəsiqəmi verdi. Getdim 17 saylı poliklinikaya ki, mən bülletənə çıxım. Onlar da mənə sistemə dedi ki, ayın gedib şəxsiyyət vəsiqəmi alarsan, götürərsən, biz səni bu halına işə gedə bilməzsən. Mən qayıtdım işə, saat 5-ə qədər işlədim. Gəldim direktorumuzu görə bilmədim. Xədicə Əliyeva iddia edir ki, o təsərrüfat müdüründən şifahi icazə alıb. Aprelin 14-də isə xəstəliyi vərəqi ilə məktəbə yaxınlaşsa da onu içəri buraxmayıblar. Ayın 14-ü gəldi, yaxınlaşdım məktəbə. Gəldi mənə qapıçısı, yaxını buraxmadı. Dedi ki, mənə gəlib narahat eləməsin. Biz həmkarlar bilər. Bülletənimi də götürmədilər. Bir sözlə mənə o işdən qovladı. Bir neçə müddət vaxtdan sonra da ki, getdim Türdəvayımı götürdüm ki, bir yerə, 2 yerə yaxınlaşdım. Dedi ki, bu maddə ilə heç kəs səni işə götürməz. Mənə izahı o oldu ki, öz xahişinlə ərizə yazmasam, mən səni bu maddə ilə işdən çıxardacağam. Xədicə Əliyeva deyir ki, indi onu heç yerdə işə götürmürlər. Çarəsiz qalan qadın işinə geri götürülməsini ya da Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinin əmək kitabçasından silinməsini istəyir. Xədicə Əliyevanın iddialarına aydınlıq gətirmək məqsədi ilə 262 sayılı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri Əsmət Əliyeva ilə görüşdük. Üst-üstə bələdiyyenin 6-sı, 8-i, 9-u. 3 gün. Bəli, 3 gün işdə olmadı. Özü də ki, məsələn, məktəbin nömrəsini bilir. Heç bir məlumat vermədi. Yəni ona görə də işdən çıxar. Yəni ki, direktor, onu direktor bilir. Mən sənə yalan deyərəm. 262 sayılı tam orta məktəbdənsə sorğumuza cavab olaraq bildirildi ki, məktəbin sabiq kiçik texniki xidmət edici işçisi heç bir üzürlü səbəb olmadan və məktəb rəhbərliyinə məlumat vermədən 6-8 aprel tarixlərində işə çıxmayıb. 15 aprel tarixində həmin işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinin əmək kitabçasından silinməsi ilə bağlı isə məhkəməyə müraciət etməlidir. Sevinç Vaqif qızı, Vüsal Hüseynov, Xəzər xəbər.